Yaxşı bir söz var. Deyir doğru söyleyeni 9 köyden qovarlar. En çok aldığımız ikinci şikayətlərdən biri də doktor, siz faizləri çox aşağı deyirsiniz. İşin başında çox aşağı deyirsiniz. Belə yaxşı bir söz var. Deyir doğru söyleyeni 9 köyden qovarlar. Ne deməkdir bu? Baxın dostlar, qəliz bir işin astanasında olanda o işte sizi nə gözləyir, hamısını əvvəlcədən bilməniz lazımdır. Bunları mən sizə 15 illik təcrübəsi olan və o 15 illik təcrübəni 30 il, 45 il kimi hesablayın. Çünki hər gün nə qədər pasiyent baxdığımızı siz özünüz görürsünüz. Biz olan faizləri çox yüksək deyib sizi şirinlikləndirə bilmərik. Yalan yerə şirinlikləndirə bilmərik. Bu nə mənə yaraşır, nə də gördüyüm bir şey yaraşır. Amma nəticələrimizə baxın. Bu çox önəmlidir. O nəticələrin o qədər yüksək olmasının səbəbi insanlara əvvəlcədən ehtimallarının az olanların başlamamaqdır. Yəni bu qədər sadə. Məsələn 5%, 10% şansı olan bir adamı boşu-boşuna pulunu xərcləməsini, əziyyət çəkməsini istəmirəm mən və başdan da bunu bildirirəm. İlkin növbədə məndən küsürlər. Ondan sonra onlara nə böyük yaxşılıq elədiyimi başa düşüb mənə dua edirlər.